müğənnisinin sorağını aldıq. Onun haqqında sorduq, soruşturduq və eşitdiklərimiz bizdə onu görmək arzusu yaratdı. Dedilər, çox sadə bir xanımdır. Nə vaxt desəniz, sizi sevə-sevə qəbul edib həmsöhbətiniz olar. Qəhrəmanımız pedaqoq olduğundan ilk görüşümüz onun dərs saatına təsadüf etdi. Biz də dərsə mane olmamaq, dərsi pozmamaq üçün sakitçiliyə riayət etdik. Əslində dərs mövzusu bizə də maraqlı gəldi. Söhbət insan psixologiyasından gedirdi. Belə incə mövzuda isə çox şey bilməyə ehtiyacımız var deyib qulaq asdıq. Həm də tələbəlik illərimizi yada saldıq. Sən demə, illər sonra mühazirəyə qulaq asmağın başqa bir ləzzəti varmış. Son dövrlər sevindirici haldır ki, psixologiyanın əhəmiyyətini artıq hər yerdə başa düşürlər. Və psixologiya sahəsi elədir ki, psixoloqa və psixoloji sahəyə əhəmiyyət ona görə meydana çıxır ki, ümumiyyətlə cəmiyyətdə problemlər artır. Bu problemlərdən çıxış üçün biz həmişə ehtiyac duyuruq ki, fikirlərimizi kimlərsə bölüşək, onlardan məsləhət alaq. Ümumiyyətlə, psixologiya elə adından insan sərrafı deməkdə, adından bəllidir ki, insana ən yaxın olan və ən lazımlı sahədir. Bu dəfəki qəhrəmanımız İlhamə İsmailova 1967-ci ildə anadan olub, 1990-cı ildə pedaqoji universiteti bitirib.